Bu dünyada olmayan dostlarınızdan zəng gözləyirəm demisiniz. Kimdir o dostlar? Sən inan ki, doğrudan zəng gözləyirəm. Mən Fuad Poladovdan zəng gözləyirəm. Fuad Poladovla qonşu olmusunuz. Tanış olmuşuq sizdə, sonra dost olmuşuq, sonra qardaş olmuşuq, sonra nəsə olmuşuq, onun adı yoxdur bizdə. Fuad xoşlamırdı ki, onun ailəsi ondan sonra çıxsın televiziyada. Mənə də dedi ki, bunları qoyma. Bir gün Gülüstan zəng edir ki, bir müxbir tay bilmirəm, belə. Dedim, eyb yoxdur, mən Fuaddan razılıq alaram. Fuad çoxdan rəhmətə gedib də, belə. Müxbir bir dənə də sual verdi ki, Gülüstan xanım, bəs Fuad Poladovun telefonu qalır, mobil telefon. Dedi, hə, qalır. Dedi, yəqin işləməz də. Dedi, yox, işləyir. Dedi, axı, kimdə ona zəng eləyən? Dedi, Seyran Səxavət. Mən Yusuf Səmədoğlu'dan zəng gözləyirəm. Mən Azərbaycanın tanımadığı ilk dostum Zeynal'dan zəng gözləyirəm. Mən Adil Hacıyev'dən zəng gözləyirəm. Can. Süper gitara çalırdı. Yusuf Səmədoğlu'ya da zəng elədim. Fuad Poladov'a da, Zeynal'a da, Adil'e de, saydım Hətəm Quliyev'ə də. Nəysə elə bildirdim, sözü bir yerə qoyurlar. Heç bir telefonla sizə heç çatmadı. Onlar mənsiz heç hara getmirdilər. Mənsiz çörək yemirdilər. Amma hamısı bir aradan çıxdı, məni aparmadılar. Qalmışam uşaq əlində.